Herkese salam, kanalıma xoş gəldiniz. Sizi marketdən salamlayıram deməliyim. Məndə bonus kartı var, Rahat Marketdən. 10 manat yığan kimi gəlirəm, bunu alıram. Çox gözəl bir üz penkasıdır. Dərindən təmizləyir. Hər üz növünə gedir. Yəni tövsiyə edirəm. Çox qəşəngdir. Artıq neçənci flakon. Bəlkə də 2 illə yaxındır ki, mən bundan istifadə edirəm. Bir də sizə nə demək istəyirəm? Xanımlar mənim saç rəngimi soruşur. Məndəki rəng baxın budur. Amma bir dəfə xəbərlərdə eşitdim ki, bəs bu ziyandır. Həm saçı tökür, həm yağlandırır, həm də Allah hər kəsdən uzaq eləsin, xərçəng yaradır. Mən də elə bunu istifadə edəndən sonra baxdım ki, saçım həm tez yağlanır, həm də saçım tökülməyə başladı. Artıq kəsdim, bundan istifadə eləmirəm. Ondan sonra baxın, Garnier və yaxud Vella Tomba belə bir şeylər alın. Hətta eşitdiyimə görə bu paletlər xaricdə satışdan çıxarılıbdır. Bir dənə bizdə satılır, həm də indirimdədir. Əgər bu haqda bir bildiyiniz varsa, mütləq rəylərdə yazın. Bizə bilək. Bundan alacağım. Bu rəngi çox qəşəngdir, baxın. Bir dənə baxın buna. Artıq. Baxın belə. Bundan alaram. Çox güman ki. Həm də qiyməti də ucuzdur. Ya bunu alaram, ya da baxın bu rəngə. Miss Magic. Qəşəngdir rəngi. Bir də bu rəngə baxdım. Bundan bir dənədir. Garnier. Sadəcə bu biraz elə bir çox açıqdır. Bu qəribə qırmızı rəngdir. Bunları da bitirdim artıq. Atacağım və əvəzinə deyirəm, çıxarım yenisini. Burada məndə hətta 2 dənə yenisi var. Çox sevirəm bu tuju. Orijinal deyil, amma çox möhtəşəm bir şeydir. Yəni tətbiq eləyirsiniz, yəni anında qalxır və bütün günü kiprikdə gözəl qalır. Yuyanda isə yumru-yumru şərik olub özü tökülür. Yəni gözə, üzə yaxılmır. Çox qəşəng bir şeydir. Və təbii ki, bir də linerdə bundan istifadə edirəm. Originallarda bu yuxarı hissədə R hərfi olmalıdır. Amma bunlar original deyil. Yenə də çox bəyənirəm. Qəşəngdir. Bunu da açıram. Nə oldu ki buna? Çıxartdım. İndi keçəcəyik bunun istifadəsinə. Qoyuram bura. Bitməkdə olan indi hal-hazırda Ingrid, İdealın bu konsileridir. Bu da bitir və bir də Ogun bu tananisi bitir. Artıq dibindədir. Demək olar ki, yoxdur. Bunları da bitirəcəm. Buraları yüngül əl gəzdirməliyəm əslində. Görüm hansısa bir təmizlik vlogda mütləq araya salıb buranı da təmizləyəcəm. Vloglarda. Türkiyə vlogumu izləyibsizsə, o zaman orada mən bu krasovkalarımı görmüş ola bilərsiniz. Altı qopmuşdu və o vəziyyətdə də mən deməli getdim yenisini aldım. Gedirəm onu düzəltdirməyə. Razində yerləşən İran məhsulları mağazasına girdim. Burada spiçka çöpündən tutmuş ta telefon aksesuarlarına kimi hər şey var. Hətta bəzi fabirlik məhsulları belə var. Qiymətləri gözümə çox xoş gəldi. Ucuzdur demək olar. Ləkə təmizləyicisi, sonra bu yağ təmizləyici falan da var. Demək olar ki, hər bir şey, evə lazım olan hər bir şey var burada. Uzun müddət əvvəl girmişdim bura. Onda hələ ki buralar boş idi. Demək olar çox şey yox idi. Amma indi girdim, baxdım ki, day nələr gəlməyibdi. Ev üçün hər bir şey var burada. İstəsəniz gəlib baxa bilərsiniz. Bu bir reklam deyil. Sadəcə mən bu mağazanı çox bəyənirəm. Bəzən elə olur ki, axtarıb tapa bilmədiyiniz şeyləri gəlib buradan tapa bilərsiniz. Hətta yumuş-yumuşu belə demək olar ki, şəhərdə çox yerdə satılmır, amma burada var. Qiymətləri isə fərqlidir. Münasib qiyməti olan məhsullar deyərdim daha çoxdur. Hətta burada azilit gördüm. Azilit marketlərdə 7 manat, 8 manat olur, amma burada 4 manatdır. Düşünürəm qiymətlər həqiqətən də yaxşıdır. Almağa dəyər. Mən dedim ki, daha məhsulları, evə aid olan bütün məhsulları buradan alacağım. Çünki İran məhsulları hər zaman tərəflənibdir, hər zaman gözəl olubdur. Ona görə daha gəlib buradan alacağım. Gördüyünüz kimi yaxşı çəkiliş edə bilməmişəm, amma bacardığım qədər sizə göstərdim. Bu Faberlic'in bu ləkə təmizləyicisi də var idi məndə. Çox yaxşı bir məhsuldur. 3 manatadır burada. İstəsəniz, yəni buraları tanıyırsınızsa gəlib baxa bilərsiniz. Hatırlatar 5.50'ye böyük ölçüdür. Deməli, belədir də böyük ölçüdür.
Geldim. Deməli ayakkabılarımı verdim. 2 güne götüreceğim. Sonra oradan girdim İran mağazasına. Köpüklü sabun aldım. Çok şey olur bunlar. Hem de deməli ne deyirlər ona? Bereketli olur. Ona göre bundan götürdüm bir tane. 2 manat neçə qəpik idi. Sonra Asperox mavi güc. Bunları çok beğenirim. Yani əlcəksiz işləmək olar da. Yəni ziyanı yoxdur, çox qəşəng olur. Bunun bir də sarı gücü yaxşıdır. Sonra qızım üçün belə bir üz yuma gelidir. Eşək südlü. 4.90'a götürdüm. Və bir də deyəsən saqqız olmalıdır bu. Bunu götürdüm. 60 qəpiyə. Ha bir də getmişdim ramka sifariş etməyə. Temudan sifariş etmişdim. Belə şirdi. Baxın, görün nə gözəldir. Bunu mamam üçün düzəltdik biz. İnşallah ramkalayıb hədiyyə eləyəcəyik mamaya. Bir də izləyicim çoxdan bir istəmişdi. Tamamen unutmuşdum sizə o xanımı göstərməyi. Ölçü 40-70'dir. Buna da ramka istəyirəm. Deməli, düzəltdirmək belə bir şeydir. Uzundur da. Baxın, bu mənim əlimdir. Bu da bunun ölçüsüdür. Baxın nə gözəldir. Birər daşqaşlıdır. Xanım istəmişdi, bir onu göstərirəm. Yığırsan, Temudan sifariş etmişdim. İstəsəniz yazın burada. Mən sizin üçün bunların linkini paylaşım. Bu da Sailor Moon'dur. Sailor Moon'un şəkili isə bunu yığanda göstərərəm. Bir də bunu almışdım. Səhər almışdım bunu da. Daha öncə getmişdim. Elə bu məhsulları gördüm. Dedim gidib alaram. Bunu da bilmirəm neçəyə almışdım. Məndə ayaq yolunda var. Bunu qoşuram. Deyəsən okean qoxulusuydu. Onu qoşmuşam hal-hazırda. Bir dənə qəşəng dadı var. Baxın belə bir şeydir. Çox qəşəngdir. Şıp-şirin. Çatdıq. Ha özümüz yaşayın. Boş şeydir. Yoldaşımla Ömər atıcılığa gəldik. Dedik bir dənə baxaq görək buralar nətər bir yerdir. Instagramda görmüşdüm, çox xoşuma gəlmişdi buralar. Demişdim mütləq gələrik, bir dənə baxarıq. Əgər xoşumuza gəlsə, hərdən bir uşaqlarla da gələrik, buralara baş çəkərik. Biz soyuq havada gəldik, amma yenə də dəyərdi gəlməyə. Çox bəyəndim buraları. Poniler. Seçin. Bu yanında. Ateşten Tony. Tıpkı diye. Gidip atam ineyim. First Fit, Nabab. Ne var? Camiler. Dişine felaket. Çantal. Bu bağlıdır. Güzellik. Buna da olmaz elə. Lotar. Omar. Uy. Archie Bey. Krasavçik. Baxın, bunlara azadlıq lazımdır. Burada yox, qəfəsdə yox. Sənin gözündən nə olub? Sən nə gözəlsin. Əl vurmuyorum. Bu da kimsə var. Mrs. Ayxan. Mrs. neydi? Mr. Ayxan. Ayxan. Yəqin dişləməyə hazırdır, hə? Əlmat çərap almaq. Yəqin. Niyə yazmayıblar əlinizə çərap almayın? Tayfun. Sən nə gözəlsən belə. Uydu. Çok güzeldir öyle. Burada nədir? Südücü. Güzellik. Oy oynamaq istəyir. Yaydı. Qətiyyən ağzına pamağı cəmri atdır. Yox, açıq qoymazlar axı. Əl vurma olar. Bunun adı neydi? Markiz. Gələrsən, sıx gəzir etməsən. Umut.
Çok yakın getirme. Təbiət qoynunda, qoynunda. Saray değil, saray. Biz oraya gidelim. Bu sene anamalar itibarı olmaz. Kızıl Nehir kafesi işləyir burası. Çok geçək yerdi ama. Nəhayət ki, vaxt gəldi və mən bu pərdələri tikdim, qurtardım. Düzdür, biraz çətinlik çəkdim ölçülərdə. Mənim aldığım hündürlüyü 3 metrədir, amma bizim hündürlüyümüz 2 metrə 70 neçə santimetr. Və sonunda tikdim, qurtardım. Asmağı isə gələn vloqların, təmizlik vloqların birində görəcəksiniz. Ona görə kanalıma abunə olmağı, dəstək olmağı unutmayın ki, bu vloq tez gəlsin. Gələn vloqlarda görüşənədək hələlik.